oyaq qala bilmirsən? Bizon Ice Coffee ilə yuxusuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. 110 min kvadrat metr ərazini əhatə edən, geniş avtodayanacaq sahəsi ilə seçilən bizim ev mebel şəhəri 100-dən çox brend mağazası ilə müştərilərə xidmət göstərir. Burada avangard, klassik, modern üslubda yerli və müxtəlif ölkələrin istehsalı olan yumşaq, qonaq, yataq, gənc, mətbəx və ofis mebelləri təqdim olunur. Bol çeşid, zəngin dizayn seçimi, sərfəli qiymətlər, yüksək servis və yerində kredit imkanları. Bütün bunlar bizim ev mebel şəhərində. Ziyarət etməyə tələsin. Tam Store'da meyvə və tərəvəz maya dəyərinə. Tam Store'a gəl, gündəlik yenilənən tam təzə və bol çeşidli meyvə və tərəvəzi uyğun qiymətə al. Fürsəti qaçırmayın. Tam Store, meyvə və tərəvəz bizim işimiz. Patronun, Bizon'un, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğu ilə iki qapı arasında serialı başladı. Oğlum! Kimdir? Ağzımda deyirəm oğlum, kim olacaq? Atamdır. Ata, necə sana ata? Ha, necə olduğumun başım bırak. Sen üçün biraz mülk saxlamışam, onu qaz götür qalmasın. Sağ ol balo. Hara getdik ha, geridir de hararkası bir ipucu verdi. Ata, hara getdik? Heç ara getməmişəm, buradayam. Əsniyirdim. Deməli gecə saat 3'də. Evdən çıxanda 6 addım düz get. 4 addım sağa. Oradan da 2 addım sola burul. Evden çıkandan sonra karşı 6 addım, bir de. Aya deyirəm 4 addım sola, 6 addım aşağı. Mənim də başımı qatışdırdın. Gəl qısa deyim. Həyətdəki nar ağacının altını qazarsan. Ben sağa sola burdum. Kısaca denen ki nar ağacının altını kazarsan daha hayata. Uzatma, getdim mən. Gecə saat 3'də yaddan çıxmasın. Gecə saat 3'də. Gecə saat 3'də. Ata, saat istə. Dubina demirəm gecə saat 3'də. Dişlənmiş alma. Bəlkə bunun şəklini çəkim. Telefonun dalına vurum. Yeni marka yaradım. Evrika! O bu ne liftler Almanı ya. Sadiq, bir qadın üçün ən gözəl hiss bilirsən nədir? Nədir? Bilmirsən nədir? Amma mən nə bilim, elə deyirsən, elə bil mən bir kuruq arvad kimi yaşamışam, ikinci kuruq. Nədir? Həyat yoldaşıyla eyni yorğanı bölüşmək. O yastıq deyil idi. Yox da, yorğan daha yaxşıdır. İsti olur da. Bilirsən ürəyimlə indi nə keçir? Qızartma kartuşkası. Yox, təxmini bildim. Gözə telefon səssiz qoyun. Köşdə qal, mən təcili getməliyim. Başa düşmədim, bu vaxt hara gedirsən ki? Mənə baxa, bəs mən ürəyimə keçənə deməyəcəm. Sən çox uzunsan, həmişə demişəm ki, konkret danış. Sən o qədər uzadırsan, bütün hisslərim romantikamır. Özü gedirəm, qaydanda başıma hərlənəcəksən. Tez gəl. Bu nə qaraltıdır, hə? Biraz cəld ol da, əldən silək deyil səni. Narahat olma da. Aha.
Kömək eləyim sən. Yox, yox. Yavaş yavaş sakit. Sakit. Deyirəm ki, bir işi yarıtmısan ey ağam. Saati qoyalım, gələcək görəcək bilsək. Narahat olma, da o bu dəqiqə mininci yuxudadır. Gəl gedək. Get də. Get arxamca gəl. Yaxşı, səni gözləyirəm də. Ata! Qismətimi qazdılar, apardılar məni bağışda. Mülk üstündə qırğın düşəcək. Yuvağı dağıdacam ata. Hara girdilər amma? Hara qaçdı? Dayan gəlim. Ənə şov göstərsiniz ha? Güya bilmirəm, yatmışsın. Ha Fazil? Bunun boynu sən qırmışsan. Fazil. Laf ağaladın ha. Kardeşim desin de yattığım yere de girmezsen bir üstümü de açmazsan terbiyesiz. Sen dedemle böyle terbiye görmüşsen. Az dədə görüb ki, tərbiyə də görsün. Bravo, delissimo. Alışlarım, çok kaçay oynadınız. Çoram, nar ağacının dibinden kazdınız, sandığı apardınız. Görmedim, elə bilirsiniz. Sadık Yatıp, ha? Kim? Biz. Böyle dur Biz Sadık kardeşimsan demirəm. Ama bil ki ailelikçe her gün saat 10'da giririk yerimize. Senden fərqli olarak seni yere girəsən. Ay vəfa, deyirəm bəlkə də arvadlar bunu evdən qovub qalmağa yer axtarır. Yer get, yat divanda, narahat olma. Divanda yat. Ay, siz onda yatıb, bu ağacın dibində kim? Ay, irpələn, mən evə yola sala bilərsən. Üzə irpələndim, mən deyirəm oradan üstü gözümə görsəndə. Ay, o, gedərəm bir tər. Bunlar da özə kimi idi, bəlkə getdim. Bəlkə burada mənə bir tərbiyə etməliyim. Yere. Divanda yat, narahat olma, səhər çıxıb gedərsən, Bu sen pijaman değil giyinip. Da nağayırım. Altına var, altımızda gəlir ya. Sən dırmığı götür, sən də baltanı. Yanında da çıxın da altına varsınız, çıxa bilmirsiniz kapıdan. Silahı koy yere, şeytan doldurar. Korkmayın, qaraltı görseniz atın. Kaçın! Geldim. Duygu. Bu yakmanla yorgan bölüşen kadındı. Yattı, öldü, közde yakım salmaya doğrarım. Beyşam hemşi yatırmayayım. Ne oldu? Bacı, kimsə hörmətli qonaq gəlmişdi, suza da atsa. Konak niye? Niye? Kim idi? Fazil idi. İşe gedirdi. Kadasını alım. Qudur ha, Fazil, işə VIP taksi azadla gedir. Danışı. Hiç gör taksi değil o. Öz maşınıdır. Ottu, gitti. Nə var qaldı ki? Necə yana? Səhər durdu. Ha? Səhər durdu. Getdi əlizini yudu. Ha? Qəşəng ona quymaq pişirmişdi. Bu arvadların belə uzat danışmağıma havaladır. Abini geçunlu denen derin başında var kaldı. Getdi, götürdü evdən pulunu. 180, 190 kişi. Çaşdım Total rəqam dene. Pulunu saydı, Aha. verdi, Aha. maşını aldı, sürdü. Başka ne? Nağdı pul aldı mı muhteşem? Niye ki? Niye biz ala bilmərik? Pulumuza ne gəlib ki? Bir daha mı dəqiqlə? Dadam qəbrinin üstündən götürürsünüz, satırsınız, maşınıza dağırsınız, eləmi? Mənə də pay düşmür, eləmi? Ha? O uca yaradan mənə o günü qismət eləməsin. Ki, mən atamın qəbrinin üstündən nəsə götürüm satım Sadık. Məni o günə qoymasın uca yaradan. Öz pulumuza getdi, aldıq, verdik ona. Bu ilə danışırsan ki. Yox, sən atama bağlı adam olmuşsan. Amma hələ demə. Hə. Demə. Mən atamın qızıyam Sadık. Ha.
Sənin eləmədiyini mən eləyəcəm. Nə? O nə sinə daşıdı qoymusan, hə? O kişinin baş daşındakı bu bığının bu hissəsi yoxdur. O şeylə də Tatrakobrana sporumuz Mən çıxdı, bildim, sən götürüb onu nəsə qaralamısan, yağış su yığıb bığın bir hissəsi yoxdur. Amma mən qızı olaraq sinə daşını, baş daşını dəyişdirim. Dədəmin büstünü də hələ bir qoyum, sən də bax. Bax belədir. Yaxşı, yəni onda bu boyda pulsuz da hardandır bacı, ha qadam? Demədiyi, mən də bir qardaş kimi sənə kömək eləyərəm, dədəmin sinə daşını. Deyirəm pul hardandır? Pul hardandır, hardan olacaq? Hep elə danışırsan, pul. Sənə lazımdır, başın çıxarsa sənə pul versin. Qudura kasıb. Ha, Allah niyə? pul danışığınız zadın dəyişir. Bütün günə əlimə baxırdınız, cibimə baxırdınız. İndi nə oldu danışıq? Vəfadar nətərdir, ondan nə xəbər? Vəfadar anası ölsün, Aha. elə vəfadarı istəməyənlər ölsün. Aha. O Türkiyədə, İstanbulda iş görür. Restoranda başı qarışıqdır şamın, nəysə. Mən bilmirəm nə uyğun. Mənim qismətimi yeyirsiniz, pullarımı dağıdırsınız. Səni tutturmasam, məndən şərəfsiz Bunun qardaş. üstünə qoyaram ha səni. Bəli, İdarət müəllim. İdarət müəllim kimdir? Polis rəisi. Polis rəsmində. Bəli. İştəyəm. Kabinetiniz. Elə qapını döyüm girib içəri. Tordan bəy tut. Məni tutulur bəy. Pul lazımdır. Pul lazımdır Gəlim, verim. Hidayət səni pulla bastıradan kasıb. Bəli. Ya istəyirəm burada spor. Gələm. Danışığına bax. Ay oğul, sənə qurban olaram. Hər yerdə həmişə deyirəm ki, mənim uğurumun başı kompüterdir. Mənim uğurumun başı süni intellektdir. Mənim uğurumun başı qazandır. Ləyəndi vedrədir. Ay yaxşı, dayan görə yox, söylə. Uğur, sənə qurban olaram. Deyirəm nə yaxşı ağlıma gəldi ki, sünnət toy eləyək. Gördüm ki, Fazil təzə maşın alır. Maşın da belə samballı maşındır, bizə layiq maşındır. Ona görə qərara gəldim ki, uşağın kirvəsi olsun. Ay Uğur, deyirəm ki, Fazil kirvə olsa, bəyəndiyimiz o brend mebellərdən alarıq, pulunu da Fazil kirvə kimi ödəyər. Yaxşı təklifdir, bəyəndim. Soyuq deyə mənə, gir içəri də. Bura dayan görək hardadır. Uşağa soyuq olar, biraz tez elə. Gəlir. Bura bax, iki söhbətdir, sən sakit dur. Baş üstə oğlum, baş üstə. Nə gözəl adamları görürəm. Elədir. Fazil qardaş, deyirəm, əlimiz pula deyənlər, görüşümüz də deyişib, ha. Nə qulluğun Uğur kişi? Qulluq deyəndə... Qulluq sahibi olasınız Fazil qardaş. Gəlmişik ki, deməli, bu yaxınlarda fikrimiz var ki, bir kiçik məclis eləyək. Nə məclisi Uğur kişi? Məclis deyəndə ki, kiçik toy eləmək istəyirik. Kiçik toy Uğur kişi? Yəni sünnət toy da, bildin. Bizim ayağımın altı, sən də mənim qardaşım istəyirik ki, oğlumuzun da kirvəsi siz olasınız. Uğur kişi, bu kişi söhbətidir. Gəl səndən eləyək bu söhbəti. Söhbət deyəndə ta Qızılgül söhbətin hamısını elədi də, ta nə qaldı ki. Belə deyirəm, yəni vaxt gedir, zaman gedir. Uşaq tez böyür, adamın heç xəbəri də olmur. Bir də görsən ki, əskərlikdən gəldi. Nə deyirsən? Mən bilən sənin uşağın yoxdur axı. Ay Fazil qardaş, olacaq da. Tədbirli adamdır bu kişi. Hadi deyirəm, vaxtda nə var Yatırsan, durursan, uşaq böyüdü. Nə deyirsən? Vaxtın varmı bir uşağa kirvə olasan? Sözün düzü vaxtım yoxdur. Başqa sözün qulluğu. Qulluq deyəndə... Vaxt deyəndə ki, hələ 6 ay qabaqda uşağın 3 aylıqdır. Laf sizin xəstəxanaya da gəlməyin. Hətta oradan 2 yığdı, mən elə bildim 3 dənədir. Başa düşmürlər. Nə tərsin? Ay müəllim 2 salam. Salam. Nə tərsən, bu müəllim bir nə deyirdi? Tapşırıqlar verdi kampaniyanla bağlı. Yəni, meyvə, tərəvəz həmişə kimi təzə olsun. Maya dəyərinə satın və sər və ilaxır. Başqa nə dedi?
Başqa bir şəxs söhbət elədiksə qurtardı. Şəxs söhbət yerdi müəllim. İşin ortasında siz nə danışırsınız? Kampaniya zadı varsa deyin. Ha, kampaniya yox, şəxsimə dedi, şəxsiyyətimə söz dedi mənim. Şəxsimə dedi. Nə dedi mən? Nə bilmək istəyirəm? Hidayətin mənə dediyi sözü bilmək istəyir, yoxsa mən nə qədər söz götürmə qabiliyyətim var onu bilmək istəyirəm. Elə dedin, ikisi də maraqlı gəldi müəllim. Mən ölüm o mənədə heç kim eşitməsin, heç kim yox. Çövlərə bax. Çövlərə. Hop, elə dedi. Lap elə dedi, betər dedi. Səbəb? Səbəb sənsən də başına dönüm. Sənə görə. Ha, ya babaşa, qürura bax, duruşda qürur var, falan var, hər şey var. Hamısı sındıracaq biləsən, narahat olma. Mən bir dənə tapşırıqlar verim işçilərə. Gələm sənin şəxs söhbət eləyəcəm başına. Mən ayrım, neyim, nə qulluq edeyim? Ha, get işinlə məşğul ol, çağıranda gələrsən. Qoy bunu içim bibi qurbandı ya. Bax, bibi sənə nəvət vermişdi, hə? Bax, nə demişdi bibisi ölsün qabağında. Demişdinmi ki, 5 alanda bibi sənə hədiyyə alacaq. Bax, hər dəfə 5 alsan, bibi sənə çoxlu hədiyyə olacaq. Boşuna dönərəm. Bibi, can bibi. Can sənə qurban bibi. Hədiyyə aldın mənə, əziz mehriban bibi. Oy, bibi, az yox öpəcəm bunu. Oy, buradan döpsün bibi. Belə, nə tər deyirəm, istedadda bibini oxşadın. Biz tərəfə oxşadın. Biz tərəfə. Halaldır qızım, sağ, halaldır. Deyirəm, nə yaxşı ki, belə büvün var. Bizim də vaxtında belə büvümüz olsaydı, nə var idi ki? Deyirəm, nə baldızdan yarıdıq, nə büvüdən. Gördün, anon, üzümə deyir bütün sözləri. Sən mənim kimi baldızı sevgi. Heç yanda tapmayasın, biləsən də. Yox, nə düşünürsən düşün, amma bu da baldızının sənin haqqında düşündüyü fikirlər. Bilsən ki, bizim pulumuz var. Pulumuz çoxalır. Gedirik xaricə. İstəyirik köçək orada yaşayaq. Biraz da gedək, oraları görək də. Deyirəm, amma Fazillə çox oturdum, götür qoy elədim. Belə fikirləşdim ki, elə öy sənin adına keçirim mənim yaşadığım evi. Qoy, məndən, baldızından o pis düşündüyün baldızından sağ hədiyyə olsun. Ürəyim yatacaq indi. Doğrudan deyirsən? Çəkil qızım. Vəfa, vəfa, can vəfa. Can sənə qurban vəfa. Baldız deyil, bacıdır bu. Başımızın tacıdır bu. Ay! Gəl səni öpəcəm. Qadan alaram. Deyirəm, köpək oğlum pulu belə şeydir. Bütün ailəni şair elədi. Elə biraz keçdim, bir qafiyə də mən açarım. Bilirsin qurban. Boy başıma xeyr. Ay Vəfa, özün məndən dünən diyet proqramı soruşursan. İndi də burada qəşəng yağlı, buğulu yeməklər pişirib yeyirsən. Sən sus, mən bilirəm nə edirəm. Nətər də dadlı görsənir. Vəfa, mənə idman hərəkətləri soruşmaq nədir? Bəs sən bugündən diyetə saxlayırdın? Ay qız, heç bir kimyəvi qatqısı olmayan, organik, tam təbii, soyuq sıxımla əldə olunmuş, patron günə baxan yağlarında bişən yeməklərin dadını bilsəz, siz də bundan əl çəkməyəsiniz. Araq da olsa düzələr. Nuş olsun, necədir? Əyallah. Əllərinə sağlıq, ay Vəfa. Vəfa acından ölür deyə. Halal olsun yeqiş, biz onları almışsan. Əla, gedə bilərsən, gedə bilərsən. Mən bir dənə biz onunla şəklimi çək gedim də nə olar. Birində. Bax, bura, yeqiş bura bax, bax. Əla, bax, bu şəkil, əla. Hamısını içmişsən? Ay müəllim, biz onları içdim, əhvalım düzəldi, dəymə də mənə də. Və mən? Ay müəllim, sən deyəndə ki, mənə göndər dükkana, gedim bir kaset bizon alım, iki qardaş fotosesiya edək. Get bizon al. Dedim. Get. Ay Vəfa bacı, başı dönürəm, axşam evə qonaqlarım gəl, stollu ver aparım da. Ay, hər dəfə məndən gəlib götürürsən, bir dəfə əmri get bizim ev mebel şəhərindən al da. Görüm uğuruma deyim, pulu varsa gedək də. Bizim ev mebel şəhərində avangard, klassik, modern üslubda hər növ mebel var.
seçim fürsəti də çoxdur. Çünki 100-dən çox brendin mağazası var. Bizim mebel şəhərində kreditlə də götürmək olur mebeli. Doğrudan deyirsən. Dayla oturmuşam ki, hər dəfə qonşudan minnət götürməkdəsə, ondan sonra gedərəm bizim ev mebel şəhərindən mebel götürərəm. Sağ ol. Niyə giş? Neyinirsən? İlm material verəmişəm, keyfim əyladır. Sən də belə hörmətli olansan, nə hörmət edərsən mənə? Bax, ilk öncə, il boyu bütün meyvələri sənə endirim elədim. Maya dəyərinə gəl götür. İlm material verələmsən, ondan çox məhsula xüsusi endirim eləyirəm sənə. Amma heç kimə demə. Necədir? Sən ki, şəxsən mənə belə jest edirsən, mənim sənə hörmətim 1-5 artdı. Sağ olay müəllim. Mən buna desəm ki, bu endirim tək sənə yox, bütün tam store müştərilərinədir. Mənə baxışı dəyişər. Belə bilsə yaxşıdır. Patronun, Pizonun, Bizim Ev Mebel Şəhərinin və Tam Store'un baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder. Sənə görə Hidayət müəllim mənə niyə söz deməlidir, ha? Nə qələt eləyib, sənin əlini çörəyə çatdırdım, pislik elədiyim bala, ha? Müəllim, sənə söz demir, məni işə düzəldən adama söz Hə, demir. sən işə mən düzəltmişəm da. Ha, dubina. Sənə dedim, Hidayət müəllim gələndə onun maşınını parkovka elə, onu yaxşı yola sal. Neynəmsən, neynəmsən? Bu şey eləmişəm, mən. Gəldi maşına orada dayandı, astalıqda, orada parkovkada dayandı. Yaxınlaşdım maşına, gördüm arxasına yazılıb 4x4, önümdə mismar, bərabərdir yazdım 16. Niyə? Çünki 4 vur 4 bərabərdir 16 eləyir. Sən dubinasan başqa, Hidayətlə maşın alsan, o mismarla yazırsan onu. Birincisi o X deyil, ay dubina, o. Vay, buna bak. Vay, üçündən də eyni səs sıxıra fikir verdin ya. Ha, sənin başında çatmır bala. Birincisi o X deyil, üstə gəldi, prosto fırlanıb X-ə oxşuyur. İkincisi biraz başını işlət da. 4-ün üstünə 4 gəldə neçə eləyir bala? 800. Niyə 16 yazsan cəmaatın maşını? Hə, ona görə danlayıb hə. Bilmirəm da, nəsə sənlə bağlı danlayıb. Ay müəllim, mən onu gəlib düzəldim. Hə, siz atma, bıra gəl, onu mənə ver. O neyəsən ki? Mənə lazım deyil, mən işləməliyəm sözdə onu. Bunu bu gündən yoxa çıxardacam. Mən nəyinə işləyəcəm? Bibisi qurban boyuna, bibini kəsin toyuna. Nəslimizin damamcısı bibi sənə hədiyyə alıb sonra baxarsan. Çay da gətirim hanım. Hədiyyəyə görə çox sağ ol. Bu ürəyim qurban. Ay, nətər ki, belə ağız dolusu bibi deyirsən. Sən sağ ol, bibin qurban, canımsan. Onlar bir söz soruşsun. Sor. Atam evdə sənə ifritə deyir. İfritə demək nədir ki? Mənə deyir ifritə. Mənə deyir. Kamran, atam bibiyə ki ifritə deyər. İfritə bilsən kimdir? Kirakeş Sevgi xala var. Bax onu deyir. Evinə hədiyyə elən bibidən heç ifritə olar. Bala. Bibin qurban. Bu evdə söz söhbət olanda anonla atonla məsləhətləşmək. Qaç bibinin yanına yerindəcə həll eləyək. Yaxşı bibinin. Bibi, atama ev hədiyyə elədiyinə görə çox sağ ol. Mənə bax, uşaq səhv sal deyə Kamran. Bibi ataya verməyib evi, mənə verib. Keçirdir mənim adıma. Dur sən get oyna. Dur bayıra. Uşağın yanında hər şeyi danışırsınız, hər Ay şeyi. dəfa, sənə nə qədər təşəkkür eləsəm az deyə. İnanırsan, öz ayaqlarımın üstündə dayanmaq üçün buna o qədər ehtiyacım var idi. Mənə bax, nə vaxt çıxırsınız evdən? Hə? Az deyən tez dayana bildin axı ayaqlarımın üstündən. Hara çıxıram, başa düşmədim. Dayı, evin vermisən mənə də, kirayə verin, pulunu da atım kənara, dar günümüzə lazım olar da. Belə də ki, yəni istəyirsən sizə verim kiraya. Mənim üçün fərqi yoxdur. Əsas pul gəlsin. Bərəkallah Duyğun. Bərəkallah. Ay rədd elə lazım deyil. 10 minlik kostyum nə olacaq? Bu? Ay bu samballı materialdan 10 bilinmir materialı nədir? O qızıl saplar da vacibdir. Oba. Pula fikir verməyin, eşitdiniz? Ay Fazil. Ay. Müəllim,
Eşq olsun sən. Hər yerdə demişəm ki, Fazilin 2 diplom var. Üstə gəl. Ay, bir dənə deyəm. Fazil nə var? Sözümü dinləyə gəlmirsən. Hə, nəyə gəlmişəm? Bu pul, para maşallah, aşıb daşır da səndən. Bu hardan? Mən deyirəm, mənə motivasiya olsun. Mən də bir işimi bilim, bir planlarım var da, bir də pul hardan sən də onu mənə deyirəm. Ay, indi işim var, toya gedəcəm. Axşam gələrsən, danışarım. Elə belə ucundan qulağından deyirən, axşam da ətraflı danışarıq. Ay, sənə nə dəxli var dedim. Başa düşdün, öz də bura bax, ala bu açarı. Zum maşını yuduzdur, gözdə. Ala bu 100 manatı da. Cumursan maşını yuduzdurursan, axşam toyduyam. Hə, cumursan nədir? Bəlkə normal maşını yuduzdurub gələrəm, ala pul ehtiyacı. Yox, yox, dedim cum. Ala bu 200 manatı da. Belə istəmirsənsə ver bura, başqa adamı cumdurup. Cumdurum? Ha. Yox, mən evin içiyəm, elə özüm cumub yuyaram. Başda, yaxşı, pula bax ya bundakı. Ha. Təkərləri özün qaraldarsan. Mən bilirəm sən səliqəli adamsan, gördüyün işdə təmiz olur. Özdə mən bir əsər oxumuşam. Əsərdə deyilir ki, 2 arvadı olan kişilər təmizkar olurlar. Mən o əsəri oxumuşam. O əsərdə deyənin qadasını alır hamısı. Yəni ona görə sənin qadan alın, başına dönüm bir kəlmə. Pul hardandır? Ay, sənə nə dəxli var? Göydən düşür, yerdən çıxır. Yerdən çıxır? Axşam gələrsən, danışarıq. Hə, sən öldün. Yaxşı. Təkərləri yaxşı qaraldarsan. Fazil qardaşımla danışdıq, dedi belə gözüm üstə mən sizə kirvi olaram. Amma evdə komandirim var Vəfa xanım. Onun da fikrini bilsən yaxşı olar. Elə dedi. Hə, nə desən ay kirvə? Zərin gül. Kirvəyə lapsın bundan sonra mənə it burnu denir. Fərq eləmir. İt burnu, yaxşıdır, yaxşıdır. Gör nə deyirəm, bax, o deyir ki, Vəfa nə desə, yox. Vəfa kimdir ki, evin kişisi ola. Yəni, bax, Fazil nə dedi, odur. Amma bir sualım var, siz bu iki daşın arasında nə vaxt eləmək istəyirsiniz ki, toyu? Yox, o mənim həddim deyil, baş, kirvə siz desəz ki, günü sabah toy eləyirik, belə göz, biz kimyaz, biz valideynik, siz kirvəsiz. Mən olsa bugün eləyərdim, amma eyb yox, sabahı da sala bilərim. Bir dəqiqə dayan görüm, bugün eləyərdim, sabah eləyərdim, dayan görüm. Olmayan uşaq nəyinə mən toy eləyim, nə kiçik toya, nə uşaq var, az uşaq. Daş dövründə yaşayırsan, bu yollar sən sağ, az uşaq yoxdur, şəkili var. Nə fərqi var ki? Şəkili var nədir? Uyan. Şəkil nədir? Uyaz, maması qurban olsun ona. Az uşaq elə bir uğur buruna fıt edib gətir. Sağ ol bacım. Dəqiqəyi. Hə, nə oldu? Soyuq olar sənə. Lazımsan da mənə. Az kimi evdə mənim nəyimə soyuq olsun, hədi yaxşı. Hər yer bilirsən, mən baxın, nəsə lazım olsa deyərsən, yaxşı? Meyvə var da, get doğra gətir, quru çay neyinirik, get meyvə gətir. Mənə lazımdır, üzünü görək. Üzümüz var, qızıl gül. Yeri da, yeri. Başın təpənə. Ay, dur. Az eşit görək. Bu şəkilə mən elə bir ki, bax, toy eləyirəm. Bunun harasını sünnət eləyəcəyəm? Az istəyirsən belə şəklin ucundan, quyruğundan bir kənarına bir kəsək, qutardı, getdi dana. Deyə görə deyirəm, az uşaq böyüyər, sabah üzümə durmazdı ki, ay ata, ay ana, məni niyə vaxtında kəsdirmədiniz? Az qurağından zaten şəklin kəsək, qutardı, getdi dana. Mən həyatımda belə kiçik toy görməmişəm. Az şəklin qırağından kəsirsən, toy eləyir. Az hə, yükdən çıxaq da, bacı, yükdən çıxaq, sonra uşaq olandan sonra nə boyda yük olur adamın çeyrində. Çayviş, amma yenə də mən bilmirəm. Hər halda Fazil gəlsin, bir oturaq, danışaq, məsləhətləşək, bir də kirvə isə bir bu işi... Ən zəif nöqtəmdir də, sən məncə buna bax. Qıtqım gəlir. Adı kimi sevgi ilə eləyir. Elə bilir nöqtələrimi, zəif tam. Qadan alaram, orada kuxnadıyam, bax, nə istəsən, denəm pişirim, yaxşı mı? Az onu demirlər, evə adam gəlib, bir pişirərlər, gətirərlər, bir qısmatda yesin, yazıqdır. Qızıl qıl. Hə, bunu deyirsən, yaxşı. Yeri da, yeri da, yeri. Öyrədə bilmədim ki, bunlara ki, yemək yeyirsən demirlər, qonağa gətirib. Az, adamda qabiliyyət yaxşı şeydir. Başa, bu kirəşinə sən niyə başına fırlanırlar, bacı? Adı nə oldu? İt burnu. Ay, sağ ol, it burnu. Ay.
Mən bu evin şamıyam. Can. Şam ağacı yox, şamı. Yanan şamı. O yanan şamın da ətrafında pərvanələr həmişə fırlanar. Qoy fırlansınlar. Az qələtili pərvanələr. Bunu mavi qadınlar amma sənin başına dönüm az. Az mən ölmüşəm ki, mən qarğa, pərvanələr sənin başına fırlansın. Az sənin qılıcını bir qıracam. Az bax. Az dayan, az bizim aramızda bu söhbətlər olmamalı. Mən sənin kirvənəm. Az zəhmət. Az yer buna. Az dayan. Ağız, biraz səliqəni doğruyla da meyvəni. Vəfa çox gözləyəcək səni. Bura bax, başa düşmədim. Sən kimsən ki mənə əmr eləyirsən, hə? Mən də, yəni kimsən, nəçisən, hardan gəlmisən? Deyim daha sakimə. Mən Sevgi, Gürcüstan Dəllər kəndindən. Hə, bu evin də təzə sahibəsiyəm. Vəfa mənə verib bu evi. Sonra... Yox ya, sənin iştahın yaman böyükdür ya, öz aramızdır ya. Mənə bax ha. Bu evin yeni sahibəsi mənəm. O qulağını da aç, yaxşı eşit. Vəfa evi mənə verib, mənə. Pa! Ola bilməz elə şey. Nəsə qarışdırırsan. Qoy ərim gəlsin, aydınlaşdıracağam mən hər şeyi. Sən də məni yersiz gördün, ha? Yaxşı, ərin gəlib neynəyəcək ki? Ərin gəlib uzaq başı, ərimlə söhbət elər, cavabını da alar. Sonra? Sən mənim ərim elə bilirsən ki, mədənidir, sakitdir, alicənabdır. Elə bilirsən ki, sizlə başqa cür danışacaq da, nə olar? Mənə bax, bəs sən də elə bilirsən ki, mənim ərim vicdanlı, əqidəli adamdır deyə sizi yola verəcək, güzəştə gedəcək, hə? Az, mən bilmirəm sənin ərin kimdir, amma mən bilirəm ki, o bura gəlsin. Sən ərimini yolda Sevgili Duyğum. Sadiq, nə məsələdir bu? Bacınla ilə birləşmişsiniz, şo eləyirsiniz. Bravo, Belis. Ay, yığışdıraq Belisimi, sözümü qutarmamışam mən. Sən bacın gah deyir ki, evi keçirdib mənim adıma. Orada da başqasına söz verib, hə? Ay bala, ev bacımındır da, kimin adına keçirdim, mən qarışa bilmərəm. Mən hər şey qarşısam deyəcək elə ki, mülk davası. Mən şəxsiyyətimə hörmət eləyən adam. Pula görə mən niyə belə şeylər qabım, mənə yaraşmaz qadın? Nə oldu? Toxun çatmadı söz demə. Bəs bu ailənin böyüyü, kişisi sən idin, nə oldu? Yaşsa desə, mənəm də. Bugündən qərarı belə verirəm. Hər şeyi keçirdirəm. Öz adıma heç kimə də heç də vermirəm. Belədir, evin kişisi mənəm. Belə oldu, Sadiq. Bəli, belə oldu. Soymuşam. Səndən də soymuşam, Sevgidən də. Başa düşmədim, Sevginin bu söhbətin nə dəxli var? Kirakeş kimdir ki sənin həyatında? Hə? Kirakeş dedim. Sən dedin, Sevginin üstünə xət çəkirəm də. O da da Sevgi. Deyirəm ki, səndən də soymuşam, səndən mənim aramda olan Sevgidən də soymuşam. Sən Kirakeşin deyirsən, eşdən olsa elə biləcək, o da mənim arvadımdır. Ay, adıma ne söz çıxarsa, yaxşı, Sadiq, yaxşı. Mən, mən indi çamadanlarımı yığıb gedəcəm, sonra sən peşman olacaqsan. Ne görərsən? Doyuq, bıraq, Sən belə riskli qərarlar verirsən, mən darı qaramı ölərəm, eləyərəm. Çamadanlarını yığanda, burada qapqacağında yığarsan, bir dəfəlikdən də qırmıqam. Xoş gəldin. Bu gündən belədir, qutardı. Münasibəti kəsirəm, soydum, gedirəm, onu da yola salam. Bacımım. Hey! Doyuq ilə danışdım, yola saldım. Sevgini də yola saldım. Canım dincəsini, bezdi. Fazil, qaçışa bax, qaçışa. Mən sənə bir şey deyim. Varransan da qaçışın, şulum, kasıb qaçışı. Nə bir dayanla. Elədir. Dedim, pulun mənbəyini deyəcəm. O pul səndə hardandır Fazil qadın? Sadiq, bu dəqiqə o vəziyyətdə deyiləm. Bildin, sonra deyərəm. Bozarma üstümü. Qoyum çırıq-çırıq olarsan, ha. Gələm söhbət eləyəcəm sənə, görərsən, ha. Vəfa. Ay Vəfa! Vəfa! Can Vəfa! Can! Fazilim, 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 Fazilim. Ay Vəfa, qurur vaxtıdır! Nə olub? Evimiz yıxılıb. Nətər yanı yıxılıb, nə olub? Uğur maşınla vurdu. Doğrudan yıxıldı ev. Ay, çox məzilim, ay Fazil. Bir ayağı sınıb,
üst kaburgası kırılır. Ne cəhənnəmə qırılsın onun qaburğası. Bir ayaqla kim deyə oğru tanıyan. Mən maşını soruşuram. 100% patbrek çilik olub hə. Krilo əzilib. Krilo əzildisə bakavinə qədər gedib çıxdı. Şaraboy da dağıldı. Heç də fartınlı maşına. Hamısını məndən yaxşı bilirik. Amma maşın yaman gündədir, qabağı yoxdur. Maşını görən elə bilər ki, it vurmuşam. İt vurmusan? Dayan. Dayan. Bir şey fikirləşərik. Çırpma özünü, döymə özünü. Bir şey fikirləşərik. İşte gel. Gəlin. Gel. Fikirləşə gel. Gel görüm. Mənə duyğu sömürüsü yapmayı. Bildim də qayınına sözündə ana var. Eli qalında qayın da var. Hani ağlayırsan ki? Elə mən də sənin qəbrin üstündə ağlayayım. Görəcək. Sevgi mənim sözümü deyəcək. O ana sözünə oturub duran deyil. Bu evin kişisi mənəm. Görərik. Oldu. Sevgi. Sevgi. Deyiyorum bura. Ne olur? Eşitsən məni? Sən ki, o öz adına ki keçirdibsən ha. Deməli sən burada nəsə zibilin var. 100% mən əminəm. Elə anan nə deyirsə düz deyir sən haqqında. Getdin ananın tirkasına. Bu iki samadan nədir? Gedirəm da. Başımı götürüb elə gedəcəm Sadiq buradan. Elə darıxassan məndən ötürü, elə darıxassan. Sevdi deyə vulu yazsan. Yavaş sən, heç narahat olma. Özdə ki, əgər sən mən burada qalmağımı istəyirsənsə, heç narahat olma. Öy keçirdi anamın adına, bu saat mən veşlərimi açıb yığıram. Ona görə demirəm, deyirəm bu iki samadan nədir? Bütün şələ-şulanı yığ, xoş gəldin, dədə qeybinə, ana qeybinə. Qulaq, mən gedirəm, fazla işlərim var, həll edirəm. Mən gəlinə kimi, bütün çöpünə kimi yığırsan, 3 daşımadan çağıracam, aparacaqlar. Qutarı getdir, soydum. El oldu Sadiq. El oldu. Sadiq, yaxşı fikirləş. Övrəm özündən müğayət ol. Sadiq, it kimi peşman olasan. Sadiq! Canım qutardı. Bacım oradan gedir, karvat buradan gedir. Canım qutardı. 3 tane ev qalır mənə. Ondan sonra mən bilirəm. Karvatdan yaşamaq ömrüm apardı. Üçünü birdən alacam. Xoşbəxt yaşayacam. Ay oğul. Hara durmaşsan Eyvaz oğlum? Durmaşmazsan get durmaş. Ne qarsan burada? Ala maşenlik Fazil axtarıram. Vay maşenlik nədir? Fazilin pulu var. Fazil hörmətlidir. Danışığına fikir verək ki. Canı çıxsa gəlsin mən borcumu qaytarsın. Nə borc hə? Sən gəlib qapımı kəsdirib ki, gəl gedək mənim üçün rentkardan bahalı maşın götürək. Nədir? Sonra da deyir ki, narahat olma, Sadiq'i qulaqlayıb verəcəm pulunu. Sadiq qulaqlayıb, məni qulaqlayıb. Belə ailə deməz, qulaqlayıb deməz. Kişi o. Ola, ondan beşməsər sözlər deyib, alçaldıcı sözlər. Sonra nə oldu, yaxşı. Sonra heç nə. Mənə götürdü, getdik buna qəşin əyin-baş aldıq, kostyum aldıq. Sonra qayıtdı belə deyir, narahat olma Sadiq'i qazlayıb verəcəm pulunu. Qazlayıb dedi. Özündən sözlər artırma yalanla. Qışqırma, eşidib eləyən olar, mən abrıma sıqınıram. Ondan da pis sözlər deyib sadəcə olaraq istəmirəm sənin olan aramdakı bəndəni açım. Yaxşı, sonra nə oldu? Sonra heç nə, getdik antikvar dükanına. 300 manata belə sandıq aldı. Sandığı da aldı? O da alanda dedi ki, Sadiq'in... Yaxşı, qutar bildim. Orada sandığı görəndə dərinliyə gedir. Hər şeydə, hər şey. Hər şey başa düşdüm. Sən bu söhbətin harasındasan? Sənə qurban olarım, ölüm ayaqladı. Mən harasında olacağım? Hərəsindən 100 manat pul qazanacağım. Oradan da halal olsun Eyvaz sana. 35 ildir çalaq qoya gəlib bura çıxmış. Sən özün gəlib çalaqla dünyaya gəlmişsən. Şeydir, narahat olma. Bu dəqiqə Fazil əsəbidir, ondan pulu ala bilməyəcəksən. Sən get, mən pulu alacam, gətirəcəm, sənə verəcəm. Xaçəm, alçaldıcı sözlər dinlə. Narahat olma, Ona görə saat çalaq Eyvaz deyirlər də. Yerişə bax, duruşa bax. Fazil! Heç eybi yox. Mənə də qızılgül deyərlər. Tutturacam. Hamınızı tutturacam. Sürünəcəm. İlan kimi sürünəsiz dalımca dayans. Nə olur? Səni də sürünəcəm. Səni də ilan kimi dil çıxartasam. Nə olur? Nə eləmişəm bir problem deyəndə? Bunun artıq neyniyəsən, hə? Mənim dağ boyda uğurumu maşınla vurub bir ot sorpaq eləyiblər. Mənim uğurum 17 yaşında oğlan uşağı kimi bütün günü tullab düşürdü. Yavaş ayağına salın. İndi qıvatılıp kimi ayağını çəkir yazır. Nə. Ya odur.
Guadalupe, Gergutera, Çalayurca. Qulaq, məni bu söhbətə qatma. Mən sən tərəfdən eşitsəm. Mən yəni ümumiyyətlə mənim üçün bacıdır, qardaşdır, dostdur, doğmadır, hamısı dəyərlidir. Amma həqiqət hər şeydən dəyərlidir. Mənim bir dənə pis xasiyyətim var. Gizlim heç bir işim yoxdur. Hər şey düzünə, hamının gözündə, haqla, ədalətlə görürəm. Bir acı zəifliyim var, o da safam. Hamını da özüm kimi saf bilirəm. Bilirsən, hə? Bilirsən. Mən nə bilirəm deyəcəm. Heç mənə də Qızılgül deyərlər. Hamınızı tutturacaq. Bu boşda cümlə qurdum. Bir dənə bilirəm sözünü eşitdi ya. Beyin yoxdur ana, beyin yoxdur. Ailə problemlidir. Problemli ailə demiş. Bax bu dipçəyi götürüb sənin güldən qarşı çıxmaram. Mən neyniyim? Sənin zibirinə keçdim. Nə üçün senari quraq? Deyirəm ailə ballar gömrükdən. Rüsumu ödəyəcəm, milyonlar gələcək. Maşallah, maşınınız, bahalı pencəyi, saldı, mişir. Deyirəm, həqqı ölüb yerə girmirsin. Bağazınızdan tatlısan, nə hırılırsan. Hər şey öyrənmişəm. Hər şey yalan imiş. Aldığınız nəfəs yalan deyirsiniz. Maşın kiraya, pencə kiraya. Sənin diplomların da kirayadır. Sən kırıllaq da hər şey öyrəndim mən. Diplomları bura qatma. Bağışla, şəxsiyyətinə dəydim. Bacı, oyna bax, sən hər şey bilirəm, bacı. Sən niyə bu şounu qurdun, ay bacı? Mən qurmadım. Mən elə qurulan şoya düşdüm. Zibilə düşdüm oğlum vəfadar kimi. Dayısı Türkiye'də zibilə düşüb, mənim oğlum bir soruşmursan. Nətər zibilə yıxılıb düşüb, başa düşün. Ben deyirdim restoran, işlədir restoranda, işləyir, nə oldu? İşlətmir, elə işlədirlər uşağım orada. Nətər? Anası ölsün. Elə bax belə atası da ölsün. Yetim Atası ölsün, ölsün atası, ölsün atası, ölsün Fazil. Dayısı gedib bu dostlarıyla İstanbul'da da Türkiye'de yani restoranda evler içifler. Sonra bu pul vermeyip bu pasımlar yazık uşağımı. Kazan yok, kamyon işlediler. Sana dedim pul vermedin. İndi ben neydi? Ben haradım küldüm. Ben buraları başa düştüm. Sonra ne tar oldu? Cinsim, rəhmətli atavın səsi ilə danışan mən idim. O nar ağacının altında qazan mən idim. Yaxşı da o göydən alma atan da mən idim. Atamdan soydum ha, senden soydum ha. Ayda bildim de o almanı dişlemiştin. Dişiğin izinden hisseledim ki bunu Cena, ne Cena'dı ne de şey o dişliyip elə bil. Belə başa düşdüm ki, bütün şounu qurmuşsunuz ki, vəfadara mən pul bıraxım da, başa düşdüm, düzdürmü? Ya bunlar başa düşdüm. Bax bu ev məsələsi nə idi, ha? Mən danışım, ağzımın içine girme. Ağzımın içine girme. Başın qurban, deməli torpaq vergisi gəldi. Ha, deyir ağzıma girmədən, o tarafa doğru. Girme. Zəhləmiz gedir səndən. Başın qurban, deməli torpaq vergisi gəldi. Ha. Tıvı, torpaq vergisi. 1200 manat. Biz de elə belə qurama da belələdik ki, güya sənin adına keçiririk, qurama ki sən... Ama 200 manat ödüyor. Nə gözəl bacısan, mən sana deyim. Belə bacı yoxdur yersin. Mənim kimi bacı yoxdur. Doğrudan, o qədər bak. Nə yara aldım bacıdan aldım mən. Eyb yox, sən mənim bacımsan, canımsan, hə. Fazil, bu mənim bacımdır, canımdır. Qanımız birdir. Başlayam. Ana bir, ata yox, ata bir, ana ayrı. Yəni sənin qanın niyə belə xarab oldu? Sənin qanın nədir, tərkibi nədir qardaş? Ha? Mən də arvad tərəfə çəkdim də. Xeyr yoxdur, bu sunduğa görə boş qalsın. Həmişə ata gördüm, həmişə bax belə boş qaldı. İndi baxma da, bax deyir ki, arvad tərəfə çəkdim, boynuna alır. Yumşaldın? Yumşalmadı mı? Amma da çarəm də yoxdur, evimin əridir, kişisidir, neyiniyim, çölə atım, qışın günü, yay olsaydı. Bunun bir dənə yolu var bacı. Nə yolu var? Sizi vəziyyətdən bir şərtlə çıxardaram. Necə ki, fitnə salıb mənim aləmi dağıtdın, 2 arvadım getdim, mən də üzə düşdüm, Türkiyə düşdüm, acıladım, onları yola saldım. Üzümüzün suyu axa-axa gedirsiniz onların qapılarına, yalvar yapış edirsiniz, hər birini öz evimizə gətirib qoyursunuz. Mən də gedərəm Uğurun qapısına, üzrxahlıq edirəm. Onun qapısına getməyə məndə üz var. Hansı üzlə gəlmirsən bu qapıya?
Ha sen de üz gördüm. Şunculumadı. Bildiğin şarkı atası. İmkan verir kişiler sohbet eləsin. Oğur kişi ne tersen, ne inirsen, ne var ne yok. Şey oldu. Ay ya biz senle Eşitmirsən, deyir halım qalıb danışam. Nə istəyirsiniz? Axı niyə bizim bu xoşbəxt yuvamızı sizin gözünüz götürmür? Niyə qoymursunuz ki, mən uşağımı atalı böyüdüm? Mən indi tənha qadım, evdar xanım. Uşağımı, oğlan uşağımı necə böyüdüm? Naratomu da həll edirəm. Birini Bak, Al, bu 200'ü koysun. Birini daha Al, 200. Al, oldu. Sağ olun, öpürəm. Niye Məlim? Bu niyenin Məlim? Düz deyir. Ne deyir? Dedim uşaq kaşanı yedi. Biz yediğini qarnında saxlasın. Bir, al 2. Üçün də ardı. Üçünü artırır. Qiymətlər qalxıb ay. 1, 2, al, birinlik bezi. Az yedizdirir uşağı, Rasul şeyləmir. Atan da pulla, ata pulla olmur. Düzdür, sıxsan uğuru pulla almaq olar. Amma istəmirəm, uşağı pulla çox öyrətdim. Mən atam, öpürəm. Alay uğurca. Saxla görmə. Sənin ağlına qurban olum. Mən deyəndə ki, sənin başın vedrə kimidir. Hər işə yarayır. Mənə deyirsə, az yaxşı. Yoxsun. Səncə, hardan bizdə bir ağlına gəldi bu? Fazili görmüsən mi? Deyirəm, gəl uşağa kirvi ol, bana naz eləyir. Minnətin olsun deyiləm. Mən də eləmə tənbəllik gördüm, maşından gedir. Tullandım maşına. Uş. Narahat olma, professionalam. Prostus raşkötü düz tutmadım, durbiyə girdim. Mən yaxşıyam ha. Maşınla nə tər bardın üstünə qalxdısa, getdi girdi divara. Gördüm uğurum, maşının qabağı nə günə qaldı. Allah sən sağla, elə bir ki maşından it vurublar. Nə isə, it nədir? Qurban, uğur, açsan. Sən açsan, uğur. Sən ac olanda itə dönürsən. Gəl, hadi onu demirdim. Adam, gəl evə, ana açar. Gəl evə. Sağ olsun bacım. Getdi arvatlarımı dilə tutdu, evə getdi. Günah məndədən, vəfa pul istəyəndə. Ver bu tancama başkan gəlməsin. Oğlu! Kimdir? Ay mənəm atandı. Necə sən ata? Necə olduğumu boş ver. Gecə saat 3'ün yarısı. Dubina Fazil. Rəddəl ha burada. Sən elə dur Sən nə danışırsan? Lap elə dedi. Ay üçündən də elin səs çıxır, buna bax. Bəli, Hidayət müəllim. Takit dur, Hidayət müəllim. Bəli. Hidayət müəllim. Belisimo. Belisimo, deyəni sözümü tutarmamışam. Sevgiye eli duygum. Ha, bura bax. Sən bu pul gəlməyəcə buradan çıxmayacaqsan. Mən də sənə dedim, sən də mənə pulu ver. Kapkazaktan içtim ben. Ben kapkazaktan içmeyeceğim. Boğazınıza çatı sağlık. Ona hala hırıldıysak her şeyi bilirim. Maşallah var devran. Ölüm gerekirmişsin. Boğazınıza çatı hala hırıldıysak her şeyi bilirim. Patronun, Pizonun, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğuyla iki qapı arasında serialı başa çatdı.